İsmayıl rayonu Qalacıq kənd icra nümayəndəsi Eminov Təbriz İsmayıl oğlu qanunsuz tikintilərlə bağlı qadağaları öz bildiyi kimi tətbiq edir. Bələdiyyə torpaqlarında ev tikintisinə icazə verir. Bu məlumat və video görüntülər Astaymas saytına kənd sakinləri tərəfindən göndərilib. Söz gedən ərazi tikinti təyinatlı deyil. Buna baxmayaraq həmin ərazidə çox sayda yeni tikintilərə rast gəlmək olur. Ərazi meşəli olsa da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yolladığımız sorğuya cavab olaraq bildirildi ki, bura meşə zolağı deyil, pay torpağıdır. Pay torpağında isə tikintiyə icazə yoxdur. İsmayıl rayon İcra Hakimiyyətinə yolladığımız sorğu da hələ də cavabsızdır. Təbriz Eminov qeyri-qanuni əməllərinə görə İsmayıl rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən töhmət alıb, amma görünən odur ki, adam bundan nəticə çıxarmayıb, öz dəstə xəttini davam etdirir. Bildirilir ki, Təbriz Eminov ancaq dostlarının tikintisinə icazə verir. Digər kənd sakinləri bu lütfdən yararlana bilmir. Bir neçə gün öncə Nahid Bağırov kəndə səfər edib qanunsuz tikintilərin yol verilməzliyi barədə tapşırıqlar verməsinə baxmayaraq icra nümayəndəsi başçıya məhəl qoymur. Burada maraqlı sual yaranır. Əgər iddialar doğrudursa, Təbriz Eminov kimi arxayındır? Mövzuya yenidən qayıdacaq, bizi izləməyə davam edin. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.